Ekran görünür, uşaqlar. Görünür. Deməli, dərsimiz nədir? Şəbəkə, kompüter şəbəkələri. Ümumiyyətlə, belə deyək də, şəbəkəni ən kiçik versiyada necə başa düşmək olar? Yəni, bildiyiniz məlumatlardan varmı? Şəbəkəyə aid hər hansısa bir qurğu, hər hansısa bir sistem, nəsə bilirsinizmi? Məsəl üçün. Məsələn, oğlan, Səid, sən, məsələn, maraqlıdırlar da kompüter elminə. Nəsə bilirsənmi şəbəkəyə aid? Eyvallah. Ümumiyyətlə, heç nə bilmirəm. Məsəl üçün, Wi-Fi şəbəkəyə aid ola bilərmi? Xeyr. Necə yəni xeyr? Aiddir. Uşaqlar, şəbəkə ümumiyyətlə nədir? Məlumatların bir nəfərdən digərə və yaxud da bir nəfərdən bir neçə nəfərə və yaxud da bir neçə nəfərdən bir nəfərə ötürülməsi kimi başa düşürük. Yəni ötürülmə, məlumatların paylaşılması. Kompüter və kompüter nə haqqında yaradıldı? İnformasiya haqqında yaradıldı da. Yəni informasiyanı biz necə emal edirik, necə ötürürük. Şəbəkə də bunun daha geniş bir versiyasıdır. Həm bir neçə insan arasında paylaşılması və yaxud da bir neçə kompüterə aid olan sistemin bir neçə kompüterin birləşdirilməsi və onların necə birləşdirilməsi. İndi belə bir şey deyim ki, biz elmi tərəfdən, yəni ə, sənəd üzərində, kitab üzərində olan hissəsini oxuyacağıq. Amma bu şəbəkənin başqa bir bölməsi var. Məsəl üçün belə deyək ki, Wi-Fi. Wi-Fi provider şirkətləri tərəfindən necə gəlib bizim evimizə qoşulur. O da bir şəbəkənin bir növüdür. Necə deyərlər? Onu orada artıq o işləyən insanlar aparatlarla işləyir. Biz o aparatların növlərini öyrənirik, nə iş gördüyünü öyrənirik, amma məsələn tam olaraq onun əyani tərəfini görməyəcəyik, yəni görmürük. Ancaq biz görürük ki, bu şəbəkə nə işə yarayır, bunun içərisində olan sxemlər nədir, hansı şunlardan istifadə olunur, şəbəkə qurmaq üçün nədən istifadə olunur, bu qədər. Yəni daha digər tərəfinə keçməyəcəyik. Belə deyək, şəbəkə dedikdə nədir? Rabitə xətləri ilə birləşdirilmiş və bir-biri ilə informasiya mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur. Yəni, bir neçə kompüterin əlaqələndirməsi. Bu çox sadədir. Başqa sözlə, informasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədi ilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və ya başqa qrupuna şəbəkə deyilir. Məsələn, heç görmüsünüz, banka gedən olub içinizdə. Getmisiniz, məsələn, bir 5-6 dənə stol olur bank işçilərində. Onların hamısı bir dənə printerdən istifadə edir. Bütün printerlər, bütün kompüterlər bir dənə printerə. Bu da bir şəbəkənin növüdür da. Wi-Fi texnologiyası. Artıq printerlər də Wi-Fi ilə məsələn işləyir də. Wi-Fi texnologiyası ilə bütün kompüterlərdən onun giriş olunub. Bu da şəbəkənin bir növüdür. Əlaqələndirmədir. Şəbəkə şəklində bir neçə insan bir dənə printerdən istifadə edir. Daha sonra və yaxud da ki, e, informasiyanın paylanması. Adi misal götürək, hələ ki, Lorlu dildə danışıram. Adi misal götürək, WhatsApp qrupu. Bir dənə sən SMS yazırsan, hə, hamıya gedir. Və yaxud da belə deyək ki, Gmail ilə işarələyirsən SMS-i, hamıya göndərirsən. Yəni, Gmail vasitəsilə məktubu. İndi deyək, qeyd, şəbəkə, proqramlar, fayllar, eləcə də printer və birgə istifadə olunan başqa periferiya qurğuların resurslarıdır. Dediyim kimi, əvvəl nümunə gətirdim, indi bu da qeydidir. Kompüter şəbəkəsi bir neçə növü mövcuddur ki, onlar da müxtəlif cür təsnif etmək olar. Yaxşı, nədir bunlar? Uşaqlar, əvvəlcə belə deyim. Kompüter şəbəkəsini, bax, biz belə başa düşək. Bir ev içərisində olan bir ev içərisində məsələn belə deyək. Bir bina içərisində bir neçə kompüterin əlaqələndirilməsi.
bir neçə kompüter əlaqələndirdi. Məsələn, sən oradan ora, buradan ora məlumat göndərə bilirsən. Bunun da xüsusi qurğuları olur. Yəni onlar vasitəsilə bir neçə kompüter əlaqə qurur. Buna görə miqyasına görə ayrılır. Çünki bu kompüterlərdə bir neçə mən burada kompüter əlaqə qurdum. Bəlkə başqa binada da başqa kompüterlərlə əlaqə qurmalı olur. Başqa insanlarla. Tək hamı bir evdə və yaxud da bir binanın içində məhdudlaşdırmır da, genişləndirir. Məsəl üçün, başqa insanlarla başqa binaya keçirir. Bu və yaxud da başqa, necə deyirlər, şəhərlə əlaqə qurmalıyam. Bu şəhər e, daha sonra gedir şəhərlər arası əlaqə, daha sonra gedir ölkələr arası əlaqə. Yəni buna görə miqyasa ayrılır. Miqyas nədir? Miqyasına görə, bəndlər arasındakı məsafəyə görə, verilənlərin ötürülmə mühitinə görə, verilənlərin ötürülmə sürətinə görə, şəbəkədəki kompüterin rollarına görə. Baxın, miqyasına, yəni bəndlər arası məsafəyə görə yerli, lokal, regional və geniş miqyaslı, qlobal. Bax, qlobal şəbəkə bir-biri ilə birləşdirilmiş və adətən bir qrupun və ya bir neçə çərçivəsində bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupuna LAN deyir. Yəni bu qədər. LAN deyəndə bir binanı fikirləşin. Bina daxilində kiçik. LAN sözü yadınızda qalsın. Daha sonra regional. Regional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsində çoxlu sayda lokal şəbəkələrin birləşdirilməsinin əmələ gətirən şəbəkədir. Buna MAN deyilir, yəni MAN. MAN da deyilir, regional şəbəkə də deyilir. Sonra qlobal şəbəkə. Qlobal şəbəkə müxtəlif şəhər, ölkə və ölkələrin kompüterlərin birləşdirilən şəbəkələrdir. Məsələn, WAN. Bəzən qarşınıza bu şəkildə CAN kimi də çıxardır. Campus Area Network şəbəkəçiliklərin qurulan şəbəkə və yaxud da PAN da çıxa bilər. PAN, Personal Area Network kimi də terminlər çıxa bilər. Qlobala aiddir bunlar ikisi. WAN, CAN və yaxud da PAN. Bunlar ikisi üçü qlobala aiddir. Bax, verilənlərin ötürmə mühitinə görə naqilli, yəni simli və yaxud da naqilsiz, simsiz. Naqilsizə nə? Naqilsizi bilirik də, naqilsiz ötürmə üsullarını uşaqlar. Misal gətirə bilərsiniz. Ceyhun, nəyi misal gətirə bilərsiniz naqilsizə? Heç kimdən səs gəlmir. Niyə? Görəsin. Naqilli mühit olaraq mis, koaksal kabellərdən, sarılmış güclü kabellərdən, optik kabellərdən götürülür. Aha. Uşaqlar, dərsdəsiz? Niyə səsiniz gəlmir sual cavabda? Aha. Bəs naqilsiz mühit olaraq isə radio siqnallardan, mikrodalğalardan, peyk vasitələri istifadə olunur. Məsəl üçün, adi naqilliyə telefon xətti, məsəl üçün, naqillidir, ev telefonu. Wi-Fi naqilsizdir, Bluetooth naqilsizdir. Yəni, adi evdə olan bir şeylərdən misal gətirə bilərsiniz uşaqlar. Bu da şəbəkənin birinidir. Şəbəkəyə aid telefon xəttləri. Cip telefonu məsəl üçün naqilsizdir. Hə. Əvvəl naqilsizdir, sonra naqilliyə çevrilir. İndi o da danışacağıq. Sonra verilənlər ötürmə sürətinə görə aşağı sürətli 10 megabit bölünsün saniyədək və yaxud da orta sürəti 100 megabit bölünsün saniyədək və yaxud da ki, burada yüksək sürətlidə 1000 megabitdən 10 megabitdən yuxarı 100 megabitdən yuxarılar gedir. Şəbəkədəki kompüterlərin oranına görə müştəri qulluqçu. Burada şəbəkə kompüterlərin
mərkəzi kompüter serverdən asılı olur. Yəni bir dənə mərkəzdə olur, digərlərdə ulduz şəklində. Tay tuşla. Burada artıq ortada heç nə olmur. Bütün kompüter eyni dərəcədə burada heç bir kompüter server rolunu oynamır deyilir. Məsələn, ona misal gətirmək olar. Məsələn, burada müştəri qulluqçudur. Təsəvvürlə bunlar kənarda duranlar müştəridir, ortada duranda qulluqçu. Sanki necə deyirlər? Hmm, Belə deyək də, dondurma satan kimi. Qıraqdakılar gəlib buradan nəsə alır, belə bir şey. Burada amma hamı bir-biri ilə necə də taş düşdü. Kimə nə ötürdüyü məlum deyil də. Amma burada bilirsən ki, nədir? Bu server rolunu oynayır. Simsiz vasitələr lokal şəbəkədə olan avadanlıqları bir-biri ilə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Yox, simli deyirəm axı oxuduğumla düzgün gəlmir. Simli fiziki vasitələr lokal şəbəkədə olan avadanlıqları bir-biri ilə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Aha, bu kabellər nədir? Uşaqlar, üç cür kabelimiz var. Burulmuş cütlü kabel, koaksial kabel və fiber optik kabel. Burulmuş cütlü kabel necə deyək? Ən aşağı bildiyimiz kabellərdən biridir. İçərisində burulmuş cütlü naqillərdən istifadə olunur. RJ45 başlığı ilə. RJ45 başlığı da hara qoşulur? Uşaqlar, keçən dərslərimizdə demişik. Portlar dərsində. Hara qoşulur, Səid? Hansı dərsdə keçmişəm? Hə? Portlarda var. Hə. Yox, nə aydın deyərdin də aparat təminatında. Harda keçmişəm məsələn? Və hara qoşulur RJ45? Harda istədimi? Demişəm onu. RJ45 hara qoşulur? Telefona, ev telefonları görərsiniz. Başlığı. Qoşulan hissəsi. Qurulmuş cütlü kabeldən istifadə olunur. RJ45 başlığına qoşulur. Daha sonra gəldi koaksial kabel. Koaksial kabel uşaqlar antena var, televizora taxılan. Keçmişdə ondan istifadə edirdi. Hal-hazırda hər şey necə deyək, Google-dan istifadə edir, Wi-Fi texnologiyasından istifadə edir. Heç lazım deyil onlar artıq. Crossno falan unuduldu. Belə deyək də, lap müasir televizorlarda. Amma əvvəllər antenadan istifadə edirdi. Görmüşdünüz heç onu? Crossno-da da var idi. Hə, o koaksial kabeldir. Orada istifadə olunur. Bir də var fiber optik kabel. Fiber optik kabeldə uşaqlar daxilində şüşə tellərdən istifadə olunur. Şüşə tellərdən istifadə olunduğuna görə o kövrəkdir. Qiyməti bahadır. Kövrəkdir, amma sürəti çox güclüdür. Olduqca güclüdür. Yəni kövrək nə dərəcə əlivə götürən kimi qırılmır. Yəni biraz sərt hərəkət edəndə, sərt nəsə olanda qırılacaq. Belə bir şey. Gəl indi bunun qaydalarına baxaq. Daha aydın oxuyaq. Uşaqlar, ekranı aydın görürsünüz. Bəli. Deməli, burulmuş mis naqillər, kabellər. Burulmuş naqil, optik fiber kabel, koaksial kabel. Əslində bunlar burulmuş, koaksial, optik getməlidir. Yerləri dəyişikdir burada. Burulmuş bir naqillə sarılmış cütlü kabeldə deyilir. Bu naqillə 2-2 burulmuş şəkildə olan, yəni 4 cüt naqil olur. Yəni içərisində fikirləşən 8 dənə naqil var da tək-tək. Hər cüt naqil öz arasında bir-birinə burulmuş şəkildə olur. Bu naqillə ən çox 100 metr məsafəyə məlumat ötürə bilir. Ekranlaşdırılmış və ekranlaşdırılmamış olmaqla iki növü var. Şəbəkə kabelləri rəsmi olaraq kat 5 kabelə və ya 5-ci kateqoriya kabel adlandırırlar. Yəni kat 5-də burulmuş kabelə aid olunur. Buradan da 5-ci kateqoriyalı kabel kimi yadda saxlaya bilirik. Şəbəkə kabelləri rəngi və uzunluğuna görə seçilir. Kabelin hər iki ucuna onu rahat qoşulmaq üçün EC45 bağlayıcısı olur. Konnektor. Simsiz vasitələr, yəni kabellər içərisində ən uzun bu kabeldir. Ən ucuzu bu. Simsiz vasitələrin, simsiz niyə? Simli vasitələrin, yəni kabellər içərisində ən uzun bu kabeldir. Ən ucuz bu kabeldir. Bəli, ən ucuz olmasına simlərdə ən ucuz budur. Əsas texnologiyalar var 10 base'dir, 100 base'dir və 1000 base kimi adlanır. Bu EC45 başlığıdır.
Ekranlaşdırılmış budur. Alüminium folqadan istifadə. Ekranlaşdırılmamış da budur. EC45 başlığına qoşulur. Texnologiyası 10 BSD, 100 BSD və 1000 BSD kimi adlanır. Sonra koaksial kabellər əsasən televiziya yayımlarında istifadə edilir. Bu kabellər mərkəzi naqil və metal hörükdən ibarətdir. Bir-birindən dielektrik qatı ilə ayrılmış kabeldə əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər kompüter şəbəkələrində də geniş yayılır. Bu kabellərdən sarı uçlu kabellər nisbətən daha bahadır. Nazik və qalın olmaqla iki yerə ayrılır uşaqlar. Burada iki yerə bu ayrıldı. Ekranlaşdırılmış və ekranlaşdırılmamış. Amma burada da bu nazik və qalın olmaqla iki yerə ayrıldı. Nazik kabel 175-200 metrə qədər, qalın kabel isə 500 metr məsafəyə qədər ötürə bilir. Bu şəkildə gedirik. Baxın, eyni ilə ortadan misk edir. Burada bu dielektrik qatıda, yəni kalçukdur bu. Bu isə üzərindən örtü idi. Bu şəkildədir və e, əsas texnologiya 10 base 2 və 10 base 5. Bu da 2 burada yadda saxlayırıq. Bunun ikisi. Bunu da 5-i də bununla belə yadda saxlamağa çalışırıq. Daha sonra gəldi. Optik lifli kabel ən sürətli kabeldir. Növüdür şüşə liflərdən hazırlanmışdır və məlumatı işıq dalğaları şəklində ötürür. Optik lifli kabelin strukturu sadədir. O koaksal kabelin strukturuna oxşayır, lakin mərkəzi mis naqil əvəzinə şüşə lifli naqil izolyasiyasının əvəzinə isə şüşə və ya plastik örtücüdən istifadə edilir. Bu örtü işıq siqnalı optik liflərin kənara çıxmasına imkan vermir. Verilənlərin ötürülməsi üçün işıq siqnallarında istifadə olunması ətrafdakı kabellərə elektromaqnet maneələr yaratmır və onlar özləri də elektromaqnet dalğalarına həssas deyil. Fiberoptik kabel metal naqillərə nisbətən yüngüldür. Bu kabel lövhələr və ya kövrək və baha olur. İki əsas texnologiyası var. 10 base F və 10 base FL. İki texnologiyalarımız var. Leyla, simli vasitələri başa düşdük. Bilməyim. Yaxşı, bəs orada EC45 başlığı nə idi? Simlilərdən nəyə qoşulurdu? Leyla? Siz dediniz ama o en süratli kabel növüydü. Yox. Ha. Ən sürətsiz idi. Ha. Hə. Hə, nəyə qoşulurdu Leyla? Leyla, dərsə qulaq asmırsan. Asıram ben. Daha sonra simsiz vasitələrə gəldi uşaqlar. Hal-hazırda verilənlərin daşımaq üçün fiziki vasitələr ilə yanaşı simsiz vasitələrdən də istifadə olunur. Bayaqların Wi-Fi misal gətirdik, Bluetooth misal gətirdik, Peyk rabitəsi də burada rol oynayır uşaqlar. Daha sonra cib telefonların da rol oynayır. Radio siqnallar olsun, radiolar. Televiziya siqnalları olsun, televiziya antena vasitəsilə tutulur. Yəni bu şəkildə siqnallar var. Yəni bu da simsizlərə aiddir. Radio siqnallar vasitəsilə ötürmək zamanı ötürücü və qəbul edici antenalar ehtiyac duyulur. Bəli, ötürücü və qəbul edici. Görürsünüz, radioların başında həmişə antena olur. Ondan yadınızda saxlayın bu sözləri. Daha sonra bu antenalar görünüş xəttinin olması siqnalların ötürücülərdən qəbul ediciyə düz xətt boyunca göndərilməsinə mümkün edir. Radio verilişlər üçün siqnalları göndərən radiocu aparat və siqnallar qəbul edən qəbul edici olması zəruridir. İndi Ceyhun, mikrodalğaları sən oxu Ceyhun, yoruldum.
Demək, fəzada elektromaqnit dalğaları formasına yayılır. Onlar radiosiqnallar kimi bir mikrodalğa stansiyasından digərinə düz xətt üzrə göndərilir. Maneələrin təsirini minimuma endirmək üçün mikrodalğa stansiyaları yüksəkliklə quraşdırılır. Hı -hı. Səid, peyk rabitəsini sən oxu. Vasitəsilə orbitə yerinin səthini 10 millərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə yerlə eyni sürətdə fırlanmaq şəraiti yaradır. Buna görə də yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamaq mümkün olur. Peykdə olan avadanlıqlardan yerdən göstərilən siqnalı gücləndirir və onları yenidən geri qaytarır. Baxın, bəs deyə bilərik, telefonla danışıq. Ümumiyyətlə, internet, yox, internet. Peyk vasitəsi yerlə aparılır, yoxsa göylə? İnternet. Göylə müəllim. Yox. Uşaqlar, heç təsəvvür edirsiniz, okeanın altı ilə buradan Amerikaya kabel çəkiblər. Bütün məlumatlar onunla gedir. Bilirdinizmi bunu? Aha. Şimdi gəldi şəbəkə avadanlıqlara. Uşaqlar, şəbəkə avadanlıqları başa salım, sonra ardında siz oxuyasınız. Şəbəkə avadanlıqları iki cürdür. Aktiv şəbəkə avadanlıqları, pasiv şəbəkə avadanlıqları. Aktiv şəbəkə avadanlıqları nədir? Elektriklə işləyənlər. Yəni, onun işləməsi üçün elektrik lazımdır. Məsəl üçün, ötürücülər, qidalanan elektron sxemlər olan avadanlıqlardır. Müxtəlif mənbələrdən, məsələn, elektrik şəbəkəsinin qidalanan elektron sxemi olan avadanlıqlar. Yəni, bunlar elektrik enerjisini asılıdırlar. Bu avadanlıqlar siqnalları xüsusi algoritmimizdə emal edir, onları gücləndirir, çevirir, ötürür, qəbul edir və yerinə yetirir. Amma pasiv şəbəkə avadanlıqlar, uşaqlar, məsəl göstərməyə portları. Port yox, bir dəqiqə. Bu şunların başlığına, ERC45 başlığı məsələn. Nə bilim, avadanlıqların qoyulan şkaflar. Yəni, elektrik enerjisinin asılı deyil də bunlar. Montaj şkafları falan, məsəl üçün. Elektrik şəbəkəsinə və ya digər mənbələrə qidalanmayan və siqnalların paylanması səviyyəsini endirilməsi funksiyaları yerinə yetirən avadanlıqlardır. Məsələn, kabellər, şunlar da toklar. Uzlarına taxılan başlıqlar. Şəbəkə avadanlıqların qoyduğu montaj şkafları. Bu qədər. Yəni, tam olaraq elektrik enerjisindən asılı deyil bunlar. Gəldik indi aktiv şəbəkə avadanlıqlara. Aha. Leyla, buranı oxu. Aktiv şəbəkə avadanlıqları. Şəbəkə kartı kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun şəbəkə interface kartı, network interface kartı və NIS olmalıdır. Onun bəzən sadəcə şəbəkə kartı yaxud Ethernet deyilir ona. Ethernet adapteri də deyilir. adapteri də deyilir. Aha, konstruktiv olaraq şəbəkə kartı ana lövhənin bir hissəsi ya da ayrıca kart kimi realizasiya olunur. Yəni, şəbəkə kartıdır ki, şəbəkəyə gələn məlumatları, yəni məlumatları həm qəbul edir, həm də ötürür. Belə bir şey saxlayır yadda. Və belə deyək, şəbəkə kartında bilir. Baxın, burada bu hansı düşün olun, necə deyək, portun oxşuyur girəcəyinə. Hə? Koaksal kabeli. Ən azından antena bilirsinizsə nədir? Uşaqlar, bizim iki cür paylanıcımız var. Biri hub'dır, biri switch'dir. Məlumatın ötürü orta məktəblərdə məsələn işlədilir, kompüterlərdə eyni sistem üzrə quraşdırılır, hamının kompüteri bir-biri ilə əlaqəli. Məlumatların ötürülməsi də. Baxın, hub, toparlayıcı, konsentrator. Məlumatı özünə qoşulmuş bütün kompüter paralel ötürür. İntellektual deyil, yəni düşüncəli deyil bu. Ağıllı deyil.
Buna hətta axmaq da deyirlər. Axmaq paylayıcı. Adı o şəkildə keçir kitablarda. Bunu burada yazmamışıq. Aha. Seyid, hava nə deyilir? Bak müəllim. Aha. Sonra Xədicə, switch oxuyun. Toparlayıcılardan fərqli olaraq məlumatı dəqiq ünvana ötürə bilirlər. Kompüterləri MAC adresə görə təyin edirlər. Şəbəkə nömrəsi eyni olan, eyni protokolla işləyən kompüterləri bir şəbəkədə birləşdirirlər. Aha. Kompüterləri bir şəbəkədə birləşir. Uşaqlar, toparlayıcı bildiyimiz hubdır. Adı toparlayıcı, kommutatorda switchdir. Bax, bunlar testlərdə sizi incidəcək. Hub həm toparlayıcı, həm konsentrator gedir. Konsentrator. Bunu qeyd edin, əzbərləyin, nə edirsinizsə eləyin. Bax, hub, bir adı hubdur. Bir adı toparlayıcıdır, bir adı konsentratordur. Yaxşımı? Switch, bir də kommutator. Bu necə yadda saxlayaq? Switchdə S adı var, kommutatorda S yoxdur. Yəni S hərfi var. Amma hubda, toparlayıcıda S sözü yoxdur, konsentratorda S sözü var. Bilin ki, bu hubdur. Hubdur. Bu şəkildə yadda saxlayın. Yəni, belə mən yadda saxlayıram. Konsentratorda S hərfi varsa, o switchə aid ola bilməz. İki dənə S yan-yana gələ bilməz. Bu şəkildə yadda saxlayıram. Switchlə məlumat ötürür. Uşaqlar, hava mən məlumat verəndə bu gedəcək bütün kompüterlərə məlumatı öyrən. Bəlkə mən deyirəm buradakı məsələn birinci, ikinci, üçüncü kompüter bu məlumatı bilməsin deyirəm. Amma bu üçə də göndərəcək. Və yaxud da təkcə 5-ci kompüterə göndərin məlumatı və yaxud da 6-cıya göndərin. Onda bu bunlara da göndərəcək. Hamısına göndərəcək. Amma switch kommutatorda hubdan fərqli ağıllıdır. Mən deyirəm buna göndər məlumatı, bu kompüterə göndər, buna göndərəcəm məsələn. Bu kompüterə göndər, buna göndərəcək. Serverə göndər, serverə göndərəcək. Yəni hansına istəsəm ona göndərəcək. Buna görə deyirik ki, bu ağıllıdır və intellektualdır. Bu intellektual deyil, amma bu intellektualdır, həm də ağıllıdır. Yuxarıdakı amma axmaqdır. Bu şəkildə söhbət gedir bunların arasında. İndi gəldik bridge nədir? Uşaqlar, bridge odur ki, məsələn, körpü rolunu oynayır. İki dənə şəbəkənin birləşdirilməsində. Bir otaqda biridir, bir otaqda biridir. Məsələn, məsafə çatmır, onda körpü. Məsəl üçün, burulmuş cütlü naqillərdə məsafə nə idi? 100 metrlik. Məsəl üçün, switch ortaya qoyub əlavə bir də artır. Şəbəkədə oxuyaq da qaydasını. Körpü. Ceyhun, oxu bunu şəbəkənin, körpünün birici. Şəbəkəni 6 şəbəkələrə ayırmaq və lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudan körpüdən istifadə olunur. Bəzən körpü rolunu uyğun proqram təminatı ilə təchiz olunmuş kompüterlər yerinə yetirə bilir. Şəbəkə nömrəsi eyni olan, eyni protokolla işləyən şəbəkələri, yəni eyni tipli şəbəkələri birləşdirir. Aha, eyni tipli şəbəkələri birləşdirir. Şəbəkə nömrəsi, bax, bu düşəcək. İmtahana düşməşək. Deyəcəklər, biric nəyləri birləşdirir? Şəbəkə nömrəsi eyni olan. Leyla, bax, diqqət elə. Aha, bu vaxtı gələn kimdir? Dərs qutarıb. Tamam Zəhra. Haradasan? Yox, mən bütün dərsləri bölmüşdüm, birinci gün keçmişdim. Ona görə telefon məndə səssizliyə görmədi. Hə. Şəbəkədir. Şəbəkəni bilirsən? Bəli. Deməli, uşaqlar, şəbəkə nömrəsi eyni olan, eyni protokolla işləyən şəbəkələri, yəni eyni tipli şəbəkələri birləşdirir. Yəni, buranın altını çizdimsə, bilin ki, bu testlərdə qarşınıza çıxacaq. Lokal şəbəkələri birləşdirmək üçün xüsusi qurğudur. Körpüdən istifadə olunur, bəzən körpü rolunu
uyğun protokol, təminat və təchiz olunmuş kompüterlərdə kompüterdə yerinə yetirə bilir. Şəbəkə nömrəsi eyni olan. Körpü, biriz, şəbəkə nömrəsi eyni olan. Bax, görün üstündə nə qədər qaldı. Çünki oradan səhv gəldi mənə. Onu yazmayan olub. Aha. Sonra gəldi router. Marşrutlayıcı deyilir buna. Lokal şəbəkədə internet. Zəhra, buranı oxu. Yönü aşağılıyor o bir şey. Router'u, bəli. Lokal şəbəkəni internetlə əlaqələndirmək üçün yönləndirici və router lazımdır. Aha. Müxtəlif protokolla işləyən, yəni şəbəkə nömrələri fərqli olan şəbəkələri birləşdirmək Dayan. üçün istifadə edilir. Bəli. Bax, birincdə nə idi uşaqlar? Səid, birincdə nə idi? Körpü müəllim. Bildimi? Nələri birləşdirə bilirdi? Şəbəkə vasitələri. Hansı şəbəkələri? Biric hansı şəbəkələr birləşdirirdi körpü? Şəbəkə nömrəsi eyni olan. Bax, bunu yadda saxlayırıq. Şəbəkə nömrəsi eyni olanları biric birləşdirirdi. Amma şəbəkə nömrəsi fərqli olanları nə birləşdirirdi? Router. Yadda qaldı Səid. Ceyhun, nə dedim? Təkrar edirəm. Salam Səidə. Dərsə gecikmiyorum. Bu qədər gecikmə olmur. Router nə idi? Yatmıyorum. Her görmem ona göre göstermedim. Görmedim linki. Telefonu göstereni gördüm çocuğu. Yaxşı, oldu. Deməli uşaqlar. Ceyhun, bir də keç üstündən. Biric nə idi? Router nə işə görürdü? Nə iş görürdü? Biriz mənim şəbəkə nömrəsi eyni olanları birləşdirirdi, routerda fərqli olanları. Şəbəkə nömrəsi fərqli olanlar. Uşaqlar, yadınızda qaldı bu hissə. Daha iş işdən keçib, dərsdə əzbər etdirin. Sonra, ardın oxu. Çəkin yuxarı, ardın oxu. Zəhra, Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Aha, Paketlər hamısı paketlər bölünür. Bəli, sonra paketlərin hamısı eyni yolla hərəkət etmir. Paketlərin bəzisi bir yolla, başqaları başqa bir yolla gedə bilər. aha, Paketlər təyinatı yerinə çatdıqda ilki formasında birləşdirilir. aha. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutların ən səmərəli, yəni ən qısa üzrə göndərir. Hı. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici də paketləri yol polisi kimi alternativ yolları istiqamətləndirə bilər. Məsələn, şəbəkədə hal-hazırda routerdan çox istifadə olunur. Yəni, böyük şirkətlərdə falan hal-hazırda routerdan çox istifadə olunur, belə deyə bilərik. Yəni, əsas da burada şəbəkə nömrəsi fərqli. Burada da şəbəkə nömrəsi eyni olanlar. Biricdə şəbəkə nömrəsi eyni olanları birləşdirə bilirdi. Routerda şəbəkə nömrəsi fərqli olanları. Yaxşımı? Yəni, burada hətta lokal sözü də gedir. Yəni, bu bir bina daxilindədir. Məsəl üçün, bu artıq bir neçə ofisdə müxtəlif şəbəkələrin birləşdirilməsi deməkdir, router. Baxın, Wi-Fi-yə də oxşayır. Sonra gəldi şlüz. Aha, buranı oxu, Səid. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkə arasında informasiya mübadiləsi. Yəni, orada hərfi qoymamızdır. İnformasiya mübadiləsini gerçəkləşdirilməsi üçün birləşdirici vasitə kimi şəbəkə keçidi yaxud şlüz tətbiq edilir. Aha, ardın Səidə sən davam edə. Səidə. Yaxşı. Xədicə davam elə. Başdan başda oxumağa. Əslində şlüzdür. Başdan oxuyum. Bəli.
Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici vasitə kimi şəbəkə keçidi yaxud şülüz tətbiq edilir. Əslində şülüz bir qurğu deyil, sadəcə şülüz kimi istifadə edilən qurğulara şülüz qurğusu da demək olar. Şülüz sadəcə bir yoldur, bir şəbəkədən başqa şəbəkəyə keçid etmək üçün istifadə edilən yoldur. Routerin özündə şülüz var və bu şülüzlər hesabına məlumatı bir şəbəkədən başqa şəbəkəyə verə bilir. Eyni tipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq şülüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənləri digər şəbəkəsi protokoluna uyğunlaşdırır. Aha, bu şəkildə. Bu qaydada yadda saxlayırıq şülüzü də. Və indi gəldik təkrarlayıcı. Təkrarlayıcı şəbəkələrin iki segmentini birləşdirən və siqnalların gücünü artırır. Uşaqlar, iki segmentini birləşdirən. Və təkrarlayıcıdan az məlumat var, amma mənim izahım var. Məsələn, bu enerji burulmuş cütlü kabel dediyi 100 metrə qədər ötürə bilir. Düzdürmü? Və ya koaksal kabel naziki 175-200 metrlik məsafə ötürən var və yaxud da 500 metrlik. Düzdürmü? Yadınızda qalıb? Yoxsa? Burulmuş cütlü kabellərdə 100 metrlik dediyim məsafəyə ötürə bilir. Məsəl üçün, 100 metrlik məsəl serverdən burulmuş cütlü kabeli qoydum, gətirdim. 100 metrdən o tərəfə uşaqlar. Şunun uzun olsa da ötürə bilmir məlumatı. Təsəvvür edin nə qədər aşağı keyfiyyətlidir. Yəni ancaq 100 metr. Aha, 100 metr indi məsəl üçün mənim işçi binamda məsafə uzundur da 200 metrlə. Mən neyniyim? Həm ucuzdur, mənə bu sərf edir, həm də ki getməlidir də kompüterlərə məlumat getməlidir. Onda ortada təkrarlayıcı qoyurlar. 100 metrlik kabeli çəkirlər, ortaya bir dənə təkrarlayıcı qoyurlar, sonra 100 metrdə yenə şunul çəkirlər. Bu zaman təkrarlayıcı məlumatı yeniləyir, gücləndirir və yenidən göndərir. Başa düşdük bunu. Və yaxud da ki, koaksal işlətmirsən 200 metrdən bir və yaxud da 500 metr budur. İndi istəyirsən 1000 metrlik qoyarsan, onda 2 dənə 500 metrlik kabel alırsan, ortasına da təkrarlayıcı atırsan. Sonra transserver. Deyir ki, transserver yoğun koaksal kabellərindən qoşan qurğudur. İstifadəsi. Koaksal kabeli qoşmaq üçün kompüterlərdə xüsusi port olmur. Düz deyil. Kompüterə xüsusi portu olmur. Ona görə koaksal kabelin bir hissəsini, bu yumru yerə koaksal kabeli qoşursan. İndi bu da hara gedəcək? EJ45-ə gedəcək, 100-ə gedəcək, 100-ə getməz. Hansına gedəcəksə gedəcək. Qoşursan kompüterə. Xüsusi port olmur. Bunun üçün transfer adlı portlardan port rolunu oynayır. Yəni koaksiyel kabel transferi qoşur, transfer isə kompüterə qoşulur. Yəni hansına indi uyğunlaşdırılırsa uyğunlaşdırılır. Sonra gəldi terminatorla açıq kabel şəbəkəyə qoşulması həmçinin torpaqlama məqsədi istifadə oluna bilər. Uşaqlar, heç evdə oğlanlar fizika dərsində keçmişsiniz sıfır elektrik cəryanı, mənfi. Hə, fizika oxuyanlar. Zəhra, mənfi cəryanı bilirsən? Yəni bir müsbət olmalıdır, bir mənfi. Ben Derya'da şey, kondensatorda çekmişim. Axı fizika aiddir da, nəysə, fizika aiddir. Həm də cəryana aiddir da, bu cəryan, o cəryan yox, elektrik cəryanı. Təxmini. Tam olaraq dəqiq bilmirəm orası, amma uşaqlar onu bilin ki, elektrikdə bir mənfi olmalıdır, bir müsbət. Yəni, bəzən olur ki, o mənfini gedib torpaqdan da götürür. Bəzən olur ki, siz görməlisiniz, həyatda gedib torpağa da batırırlar ki, mənfi oradan gəlsin. İndi bəzən də elektrik cəryanını, məsəl üçün, elektrikləşmə gedir ha. Onu yığışdırmaq üçün, onu azaltmaq üçün torpağa da, torpaqlama da gedir.
Bu bir də harda işlənir? Yüksək binaların başına iynə falan qoyurlar, uzun şimşək vuranda ora dəysin. Hündür bir şey. Məsəl üçün, keçmişdə Fransada olub, harda olub, şlyapalar olub, onun üzərində iynə qoyublar ki, göyə ildırım vuranda ona dəysin. Və belə bir şey olur ki, məsəl üçün, binaların üstündə o dəyilən, qoyulan o hündür bir şey, aşağı uca torpağa batılan bir qurğusu olub, bir iynəsi olub aşağıya da torpağa. Yəni, elektrik cərəyanı oradan alınsın, getsin, dəysin torpağa. Yəni, torpaqlama sözünün mənası buradan gəlir. Onu izah eləmək istəyirəm ki, qoşmaq üçün açıq kabellərə şəbəkənin qoşmaq üçün həmçinin torpaqlama məqsədi ilə də istifadə oluna bilər. Baxın, bu şəkildə olan bir qurğudur, torpağa batırılan hissəsi. İndi tam olaraq batırılır, batırılmır deyə bilmərəm, amma bilin ki, torpaqlamada budur. Elektrik cərəyanı yüklənməni azaltmaq üçün. Sonra gəldi fasiləsiz qida mənbəyi, unit power system, elektrik şəbəkəsinin dayanması ilə işləməsi, belə deyim də, transformator deyək, sözü də tərcümə edə bilmədim. Generator deyək, məsəl üçün, işıq sönəndə bir işə salırıq onu. Elektrik şəbəkəsinin dayanıqlı, yəni həmişə işləməsinin artırır və elektrik şəbəkəsi açıldıqda, yəni işıq söndükdə, serverdə olan verilənə itməsini təmin edir. Bir sözlə, əgər elektrik kəsilərsə, o zaman kompüter öz işini yəni sayəsində davam edəcək və əməli yaddaş yüklənmiş proqram verilənləri itməyəcək. Uşaqlar, bu harda işlədilir? Belə məlumat verir. Məsələn, biz saytlar qururuq, 7-24 ora müraciət edirik. 7-24 ora müraciət olunur. Buna görə də o serverlər bəzən açıq qalmalıdır ki, bəzən yox. Açıq qalmalıdır ki, o sönsə biz o məlumat bazasına hardan müraciət edə bilərik? Hardan gelib, hansı yaddaşdan biz götürə bilərik? Hansı serverdən? İşıq yoxdur axı. Buna görə işığın ani kəsilməsi və yaxud da RAM-da olan məlumatların itməməsi üçün buradan UPS-dan istifadə olunur. Bu da bilirsiniz nədir? İşıq sönən kimi bu özündən elektriki verir, müəyyən baterikada bu power bank var ya, power sözün, bax, power sözünü yadda saxlayın, power bank, power. Ondan yadınızda qalacaq ki, nədir? Power bank, elektrik enerjisindən təchiz edir kompüterləri, serverləri. Məsəl üçün, bank işlərində istifadə oluna bilər ki, bankda, necə deyərlər, işıq söndü, bütün əməliyyat dayandı da, yəni əlavə elektrik mənbəyi. Yəni, power bank sözü ilə yadda saxlayırıq. Sonra simsiz bağlantı texnologiyaları. Orada səsiniz qırılır. Sən hal-hazırda məndən danışırsan, sənin səsin qırılır. Başqalarında qırılır səsin. Hayır, yox, qırılmır. Səndədirsə də problem. Wi-Fi-yə yaxın get. Və yaxud da evdə çox qoşulan varsa, denən çıxsınlar. Yaxşı olma. Çünki hələ mən belə problem yaşamamışam ki, qırılma olsun. Ən yüksəyin işlədirəm Wi-Fi-yin. Aha, Wi-Fi, simsiz şəbəkə texnologiya ən məşhur və ən geniş yayılmış növü Wi-Fi standartıdır. Yəni, Wi-Fi da bildiyimiz evlərdə gündəlik işlətdiyimiz Wi-Fi-lar. Bluetooth texnologiyası çox zaman simsiz fərdi şəbəkələrdə Wireless Personal Area Network, WPAN qurğusundan istifadə olunur. Belə şəbəkə Bluetooth, PAN və ya Pico şəbəkələrdə. Pico şəbəkə Piconet deyilir. Əsasən, ulduz topologiyasından istifadə edilir və informasiya radio dalğalar şəklində ötürülür. Yadımdadır ki, əvvəllər bizə böyük insanlar deyərdi ki, Wi-Fi bulduzu söndürün, ziyanlıdır. Bizə deyərdi ki, onun nə ziyanı var? İndi o radio şəbəkə sözünə görə nəsə olar, yəqin eşidiblər, elə sözlər deyiblər bizə. Aha, İrda. Məişət qurğularının simsiz bağlantısını təmin etmək üçün 20-ci əsrin 90-cı illərindən istifadə edilməyə başlamışdı. Yaxın məsafədə bağlantı qurğuları üçün istifadə edilir və infraqırmızı şüalarda işləyir. Məişət qurğuları, məsələn, məişət qurğusu nədir? Paltaryanı, məsəl üçün, telefona qoşub işlətmək. Əslində, bu ona deyil, amma
bir növü götürmək olar. Sonra LiPi bu texnologiya siqnalları daşımaq üçün radio tezliklərdən deyil, yüksək parlaqlı işıq diodundan LED istifadə edilir. Yəni bunu nədən istifadə edilir kimi yadda saxlayın. Sonra Zigbee. Son zamanlar yeni bir texnologiya Zigbee sürət inkişaf edir. Bu texnologiya verilənlərin qorunaraq 10-75 metr radiusu maksimum isə 250 kilobit saniyə sürətlə ötürülməsini nəzərdə tutur. Zigbee aşağı xərcli, aşağı güclü, istehlaşlı, kabelsiz hörgü mesh şəbəkəsi standartındadır. Hörgü. Mesh şəbəkəsi, qarışıq şəbəkə mesh adlanır. Mesh. Sonra gəldik WiMAX. Uşaqlar, WiMAX belə deyək. Wi-Fi-ın böyüyüdür. Məsəl üçün, Wi-Fi bizə 10-15 metrdirsə, WiMAX çox geniş ərazilərə, məsələn, böyük şirkətlərdə, otel sistemlərində, böyük ərazilərdə istifadə olunur. Böyük əhatə dairəsinə malik olur və prinsip Wi-Fi texnologiyasına oxşayar radio dalğalar işləyərək və ulduz texnologiyasına əsaslanır. Bu şəkildə yadda saxlayırıq. Daha sonra PEG rabitəsi. Bəs telefon və ya kabel televiziya şəbəkəsinin olmadığı uzaq yaşayış məntəqələrində internet necə bağlanır? Təbii ki, belə yerdə də uyğun xidmət göstərici provider haqqında heç danışmağa dəyməz. Belə hallarda adətən başqa bir rabitə növünə PEG rabitəsinə istifadə olunur. Burada işləmək üçün yalnız bunlar tələb olunur. Anteni quraşdırmaq üçün yer, PK, birbaşa görünüş və elektrik enerji təchiz mənbəyi. Uşaqlar, hal-hazırda müasir PK rabitəsinin nəyi misal gətirə bilərsiniz? Bildiyiniz varmı? Hal-hazırda ən populyar olan PK rabitəsini. Kimin adını çəkə bilərsiniz və yaxud da heç görün məlumatınız varmı? NASA deyə bilərik mi? NASA? Ha. NASA sənə nə göndərir hal-hazırda? Yaxşı, Səid, səndən. Bəli, NASA peyklərlə işləyir, peyk göndərir, astronot göndərir. Tamam, bu bir tərəfə kosmosa bağladıq. Başqa, Zəhra, səndən. Ümumi bizə məlumat çatdırmasına görə bir kanalları falan göstərə bilərik. Yox. Yəni radio yayımı falan. Onda tam olaraq orada istifadə olunmur axı. Radio dalğalar zaten yer üzündən gedir. Heç Elon Musk'ı eşitməlisiniz, Starlink'i eşitməlisiniz. Hə, uşaqlar. Kim eşidib? Səid eşitməmişdi. Ama ben ağlıma merkezi deyəndə nə gəldi? O hansı ki Waze ya da Bob'du və ya Aznav'dı, hansı ki navigasiya proqramlarıdır, tekrar sistemi mənim ağlıma o gəldi. Ha, o da ola bilər. O da Ən var. birinci o gəldi ağlıma. Peki, bəli. Navigasiya uyğundur. Uşaqlar, bu 5G işlədirik telefonda. Birdən-birə uzaq məsafələrdə məsələn tutmaq. Məsələn, bu da aid olur. Bir də nə uyğun gəlir? Hal-hazırda müasir bizim şəbəkəyə uyğun Starlink. Elon Musk'ın göndərdiyi peyklər. Hətta deyir ki, məsələn, Amazon meşələrin daxilində də sizin internetiniz tutacaq. Yəni, onun internet aparatını alırsan, onun telefonları da çıxdı. Biz oxuyan dövrdə hələ onu heç insanlar məlumatlı deyildi. Deyirdi ki, hə, o peyk çıxacaq, yəni onun telefonları da çıxacaq. Hal-hazırda telefonun qiymətindən bilmirəm, amma Wi-Fi-nin aparatı var. Qoşursan, bir araşdırın da onu. YouTube-da yazın, o Starlink'in aparatı neçəyədir. Səhv eləmirəmsə Temudan vururlar, alırlar. Harda desin tutur. Amma belə baxıram, axırıncı işlərə görə, o özü hansı ölkənin üzərində istəsə aça bilir. Peyklərin ora göndərir, yönləndirir. Deməli, hər ay 60 dənə peyk göndərməlidir elə bilirəm. Hər ay, yoxsa hər il.
Görürsən, aya 12 dənə peykdir. Nəsə belə bir 60 söhbəti var uşaqlar. O tamamilə yer kürəsini peyklə doldurmaq istəyir. O Elon Musk ki, hər tərəfdə internet tutsun. Amma NASA buna qarşı çıxır. Deyir ki, bəs mənim, necə deyirlər, mən ulduzları falan görə bilmirəm sənin peyklərinin ucbatından. Belə bir orada tartışma var. Yaxşı, indi girdi wireless, USB 100. Verilənlərin yüksək sürətli ötürülməsi, daha sonra işlənməsi ötürülməsi ilə, burada söz ayrı olmalı idi. Simsiz əlaqə yaratmaq imkan verən USB texnologiyası. GPRS köhnə mobil internet texnologiyasıdır. 3G, 4G mobil internet texnologiyasıdır uşaqlar. Burada əvvəllər 2G var idi telefonlar. Hal-hazırda internet telefonlarda var. 3G qoyanda hal-hazırda bizim telefonlar işləmir, tutmur. Müxtəlif internet imkanı, sürət 3 megabitdir. 4G müxtəlif internet imkanı, televiziyada verilişlərin yüksək keyfiyyətli HDR televizorların izləməsinə imkan verir. O 100 megabitdir. Bir də var 5G. Hal-hazırda 5G işlədirik. Telefonlarda da işlədirik. 4G və yaxud da 5G arasında gedib gəlirik. Perspektiv texnologiya Ultra HD və 3G videolarının izlənməsinə imkan verir. Ağıllı ev cihazlarının idarə edilməsinə sürəti 1 gigabit saniyə. Uşaqlar, bunu hara misal göstərə bilərəm? Heç bu Mi telefonlara, Xiaomi telefonları işlədən var. Orada pultlar var ya onun içərisində. Kondisionerin pultu, Samsung'un, televizorun pultu. Hə, bax o ona aid olunur. Zəhra, heç görmüsən, işlətmisən? Aha. Telefonla, yəni bu 5-6 il bundan qabaq idi. Necə deyərlər? Bizdə məsəl üçün bir də görsən kondisionerin pultu itir də, batarkası olmur. Onu da keçirir, hərə öz telefonu ilə işlədir. Düzdür, tam olaraq deyim, tam effekt verir. Yox, bir də yandırıb söndürməyə yaxşı işləyir. Televizorda məsəl üçün, hə, pultu itəndə, tapmayanda da ona keçirik. Əsasən Samsung-u Mi daha yaxşı idarə eləyir. Digər versiyalarını bilmirəm, amma Samsung-u çox gözəl idarə eləyir. Aha. Sonra mobil rabitə texnologiya. Uşaqlar, mobil rabitə texnologiyasından belə danışım. Baxın, bu baza stansiya şəbəkəsi var burada. Və bir də kommutasiya mərkəzləri var. Hücrəsəl sistem var. Bax, bunlar nədir? Vişqa görmüsünüz heç? Uşaqlar. Vişqa deyil. Məsələn, torpaqlarımız azad olunanda Cəbrayıla mı, Azərsəl dediyi artıq necə deyək, daşına bilən maşınların üstündə vişqalar göndərdi, antenalar. Hə, görmüşdünüz onu, eşitmişdiniz? Təbii çatdırır, sağ ol. Hə, telefon əlaqəsi. Baxın, belə bir antenalar olur. Bax, vişqalar deyirlər. İndi burada pilləkənləri olur, belə bir şey. Bunların da başında belə-belə antenalar olur. Bax, məsəl üçün belə, 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 bu şəkildə olur. Və bunlar pətək forması. Məsələn, biri buradadırsa, bax, biri burada olur. Sonra biri burada olur, biri burada olur. Bax, bunların hərəsinin başında bir dənə bu vişqadan, hündürdən olur. Biri burada olur, sonra biri burada oldu. İndi biraz pətəyi pis çəkdim. Biri belə, biri belə. Sonra indi biri burada var, biri belə olur. İndi bunların məsafəsi olur da, nə qədər məsafə olur. Hücrəsəl rabitə bax buna deyilir. Bunların nə boyda məsafəsi olur. Bu şəkildə. Bu şəkildə, belə, belə. Nə bilim, bu altı bucaqlı şəkildə hücrəsəl rabitələr olur. Məsafəsi də uzaq-uzaq olur da. İndi o kilometrajla ölçürlər ki, nə qədər qoyulmalıdır. Məsələn, belə deyim də, bu bir adamın, bir insanın həyətinə də düşə bilər. Maraqlı bir söhbətə gələk. Məsələn, belə deyək də, mənim qohumlarımın həyətinə düşmüşdü. İllik ona ödəniş edənilirdi. İllik nə qədərsə məbləğdə onun həyətindən istifadə olunur, həyətyanı ərazisindən istifadə, torpağından istifadə olunduğuna görə illik ona müəyyən bir məbləğ, yaxşı da bir məbləğ pul ödənilirdi. Yəni kimin həyətinə düşsə sevinsin. Amma insan sağlamlığı üçün ziyanı var deyim, hə var. Daha sonra gəldik.
Ee, burada məsəl üçün burada bir insan başlayır zəng eləməyə kimisə. Zəng elədi. Buradan zəng. Bu məlumatı ötürü indi bəlkə adam burdadır, belə deyim. Adam buradadırsa, bu məlumat necə deyirlər, buna ötürmək üçün gələcək bu hücrəsəl rabitəyə. Sonra gedəcək buna. Bu buna ötürəcək, bu buna ötürəcək, bu buna ötürəcək uşaqlar. Amma bu ötürüldükcə ümumiyyətlə kommutasiya mərkəzləri var, bina. Belə deyim, mərkəz var. Bina yox, mərkəz var. Bu mərkəzdə hər bir insanın necə deyirlər, nömrəsi, adı, soyadı və yaxud da hansı mən bakseləm, naram, indi kiməmsə də, yəni məlumatları ölçülür və gedir o bura daxil olur məlumat. Bura daxil olandan sonra baxır görür bu xətt məşğuldur yoxsa açıqdır, nədir? Əgər xətt başqa xəttdirsə, bakseldirsə, həmin məlumatı ötürür həmin hücrəçə kommutasiya mərkəzinə, iki telefon əlaqəsində məlumat qoyulur və buradakı məsəl üçün lüşka varsa, buna baza stansiyası varsa, bunun da telefonuna zəng gəlir. Yəni görün nə qədər məsafə getdi. Başa düşdünüz? Sual var, uşaqlar. Yəni, kommutasiya mərkəzində, burada indi başdan bir də qeydi oxuyayım. Mobil telefonların nisbətən yaxın zamanlarda meydana çıxsa da artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdi. Mobil rabitə dedikdə bir və ya bir neçəsinin yeri dəyişə bilən abunəlik arasında radio rabitə nəzərdə tutulur. Radio rabitə. Modul rabitənin növlərindən biri hücrəsəl rabitədir. Hücrəsəl sistem əsas elementləri bunlardır. Abonent avadanlığı məsəl üçün NAR, Azercell, sonra Baksel, bu deyilir. Hansı şirkət işlədirsən, hansı nömrə işlədir? Mobil radio telefonlar xidmət əsasında yerləşdirilmiş baza stansiya, şəbəkə və kommutasiya mərkəzləri, baza stansiya şəbəkə və kommutasiya mərkəzi. Hər bir baza stansiyaya çoxsaylı qəbulcu, ötürücü qurğu və ya qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Hüdudlarında, yəni nardırsa, bakseldə. Bütün bu baza stansiya xüsusi rabitə xətləri, naqil və ya radio relə vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir. Kommutasiya mərkəzi şəbəkənin idarə olunmasını təmin edir və əslində xüsusi avtomat telefon stansiyasıdır. Yəni orada avtomatdır işi görən. Orada yüzlərcə şəbəkəsinin bütün abonentlər haqqında məlumat saxlanır, abonentlərin erişim hüquqları yoxlanır və onları tanıyır, kimliyini müəyyənləşdirir, informasiya emal edir və saxlanılır. Bu şəkildə. Sual olan var? Dərsimiz uşaqlar bu qədərdir. Bugünlük.